Əgər söhbət burada bilirsiniz də bir cins cisimdən gedir də, ona görə bu çubuğun ağırlıq mərkəzini tən orta qəbul edirsən, çünki düşür üst-üstə. Bir cins olmasa da müxtəlif cisimlərdə, müxtəlif figurlarda ağırlıq mərkəzi onun ortası olmaya bilər. Bizim bu sualda mərkəzdir, çünki çubuq deyil, parça deyil və bir cinsdir. Aydın uşaqlar, ona diqqət edin. İndi 30 kilogramın MG'si 300 Newton. 300 təxmini mərkəzdən təsir göstərər də, düzdür. Bizdə də nəyə soruşur? Lingin uzunluğu soruşur, düzdür. İndi baxın, necə deyərsən? Bu çubuğun, bu lingin uzunluğu bir el olsa, MG bunu yarıya bölür. Bir fikir yararsın, sonra yazarıq. Fikir biləndən sonra bir həll eləmək rahatdır. MG bunu yarıya böldü mü uşaqlar? MG bunu yarıya bölürsə, sola el bölü 2, sağa el bölü 2, düzdür. Fikir verirsən, buranın məsafəsini verib 1 metr. İndi biz buradan bizdən nəyi soruşur? Lingin uzunluğu soruşursa, momentlər qaydası yazmalıyıq. Momentlər qaydası necə idi? Cismi sağa dəqiqələr istiqamətində fırladan qüvvələrin momentlərinin cəmi sağa dəqiqələrinin əksinə nə olmalıydı uşaqlar? Bərabər. İndi gəlin bu dediklərimizi dostlar bir göstərməyə çalışaq. Aydındır. İndi baxın. Dedik ki, bir cins çubuq deyil deyə bunun ağırlıq mərkəz kütləsinin MG-sini, yəni çubuğa təsirin MG qüvvəsini hardan göstərəcəyik? Tən ortada. Düzdür, 300. Sağda F qüvvəsini veribdir. Bax, bunu da 300 veribdir. Gördünüz? Aydındır. Burada A diskini verib necə? 120 kilogram. Onda bunun MG-si 1200 Newton eləyər uşaqlar. Newtonları gəlin yazaq. Aydındır, qüvvədir. İndi bu çubuğun uzunluğuna, baxın, buradan bura olan məsafəsinə gəlin icazənizlə bir də nə deyək? El deyək. Çubuğun bu uzunluğu el olsa, bax, buradan bura el olsa, razı. Onda bu MG 300 Newton bunu, bax, belə soldan el bölü 2, sağdan da el bölü 2'ye bölür mü? Problem var. İndi A cisminin dayaqdan məsafəsi nə qədərdir? 1 metr. Baxın, buranı göstərdik 1 metr. Düzdür. Bilirsiniz də qüvvə qolu o fırlanma mərkəzindən qüvvənin özünə və ya onun uzantısına indirilən perpendikulyardır. Yəni perpendikul göstərməliyim. Düzdürmü? İndi baxın. İndi bura 1 metrdirsə, necə fikirləşirsiniz? Bu 300 Newton var. Ha, MG'nin qolu necə olar? El bölü 2 çıx 1. Niyə? Niyə üstünə görə ki? Bax. Bax. Buranı bax edin. Buranı rəhlə göstərək. Bax. Bax, bu mavi rəhlə göstərdiyim 300 Newton'un qolu. Necə olar? Bax. Baxın. Ben deyim bunu. Buradan bura el bölü 2 değil. Bura 1 değil. Onda bura nə qaldı? El bölü 2 çıx 1 qalmadı. El bölü 2 çıx 1. İndi gəlin bu sağdakı 300 Newton'un qolunu göstərək. Deyək, bax, buranı göstərək. Buranın qolu nə eləyər? Eləcə, el çıx 1 eləməz, el çıx 1. Opş uzunluq eldir, ümumi uzunluq eldir. Sol tərəf 1'dir. Onda bu 300 Newton'un qolu nə qaldı? El çıx 1 qaldı. İndi gəldi momentlər qaydasını yazmaq. Fikir ver, 300 Newton bu bunu böyle sadə qrəbik. Bu sadə qrəbik, amma 1200 Newton'a bax, sadə qrəbinin əksinə fırlanır. Onda momentlər qanunu belə yaza bilərik. 1200 vurulsun 1 Newton bərabərdir. 300 Newton vur, el bölü 2 çıx 1 üstə gəlinsin. Soldakı 300'ün qolu nə oldu uşaqlar? Eləcə el çıx 1. Aslında ədədlər. Hər tərəf 300'ə böl. Sol tərəf qaldı 4'ü 1'ə vurdum 4. Sağdan qaldı nə? El çıx 1 çıx 1. Üstə gəlinsin, eləcə nə? El çıx 1. Düz uşaqlar. Problem var aslında. Gəlin bunu eləyək, görək düzümü gedirik. 4 bərabər hər tərəfdən deməli. Necə olur bu? El. Gəl baxaq. Deməli 4 bərabər oldu nəyə? El bölü 2 çıx 1. Deməli bura oldu el bölünsün 2 plus el çıxılsın 2. Düz uşaqlar. Buradan 6 bərabər oldu nəyə? 2'də 3 elə. Buradan el neçə eləyər uşaqlar? Buradan el tapılar 4. Deməli bu çubuğun uzunluğu neçəymiş? Bax bu opş uzunluq uşaqlar ümumi uzunluq nəyə bərabər imiş? 4 metrə bərabər imiş. Görürsünüz necə maraqlı gedir? Fikir verin bu uşaqlar. Yəni gözlüyün düzələcək indi. Dostlar, ümumi həlli başa düşə bildinizmi? Bu düzəlinə kimi soruşub və sağlamadığınız bir